Tamam. Kaydı başladı. Deməli, bugün biz keçəcəyik Agile və proqram təminatının idarə edilməsi. Agile və proqram təminatının idarə edilməsi nə deməkdir? Çox üzr Onlar sizi icra vermediler, buna vermeyeceğim. Öyle bir şey. Agile proqram təminatının idarə edilməsi nə deməkdir? Hal-hazırda Azərbaycanda bir çox şirkətlər, bir çox banklar Agile ilə idarə olunur. Biz bu idarə etməni bilməliyik ki, buna uyğun öz tələblərimizi toplayaq və bu idarə etmə əsasında biz tasklarımızı icra edək. Burada hansı dərslər keçəcək? Agile manifesti və onun idarə onun əsas dəyərləri, Agile prinsipləri və proqramlaşdırma layihələrində tətbiqi, Agile mühitinin qurulması, Agile biznes analitikın rolu, Agile terminləri və anlayışları, idarə etmə yanaşmaları, task və backlog idarə etməsi. Bu bizə nəyə lazımdır? Dediyim kimi PMI ilə IIB 2 dənə məşhur sertifikatın ən əsas idarə etmə prinsiplərinin terminləri də burada yazılır. Yəni o sertifikata da səhər imtahan vermək istəsəz, bu terminləri oxuyaraq anlayışlarınız olacaq, formalaşacaq. Və bu %80 hal-hazırda Agile ilə idarə edilir Azərbaycanda şirkətlər və xaricdə. Amma %20 də waterfall'da digər yanaşmalarda onu da keçəcəyik. Əsas budur deyə biz üstünlüyü buna veririk. Agile manifestinin 4 dəyəri var. Yəni bu fəlsəfədir, idarə etmə yanaşmasıdır. İlk dəfə bunu Toyota'da tətbiq ediblər. Deyiblər ki, gəlin belə idarə etməklə gedək ki, tasklarımız tez icra olunsun, geri qayıtmalar üstünə daha az gəlsin. Yəni sırf bu idarə etməyə əsaslanan bir şeydir. Ki, hansı ki biz idarə etmədə nədən istifadə edəcəyik ki, bizim məhsullarımız düzgün çıxsın proda, düzgün istifadə olunsun, düzgün şəkildə yaransın. Yəni sırf bunun üçündür bu tətbiq etmələr. Sırf yəni məhsulu daha yaxşı bazara necə çıxarda bilərik, işçiləri daha yaxşı necə idarə edə bilərik, komandanı məqsədə necə götürə bilərik. Sırf bu dəyəri anlatmaq üçün olan bir fəlsəfədir. Agile manifesti 4 dəyəri nədən ibarətdir? Deyir ki, fərdlər və ünsiyyət proses və alətlərdən üstündür. Bu nə deməkdir? Yəni, kommunikasiya, canlı danışmaq, gedib sizin orada oturub nəyisə araşdırmağınızdan daha üstündür. Gedin canlı yerində soruşun. Bunu deyir. Yəni, ünsiyyət qurun komanda ilə. İşləyən proqram mürəkkəb sənədləşmədən üstündür. Deyir, siz orada neçə səhifə sənəd yaza bilərsiniz. Bunu oxumayacaqlar çox güman ki. Yəni, ümumiyyətlə, qanunvericilikdir, sənədlərdir. Bunlar bilirsiniz ki, oxumağa çox da meyilli olan bir şeylər deyirlər də. Yəni, mən özümdə oxuya bilmirəm, adi tarixi də oxuya bilmirdim. Daha yaxşı bizə lazımdır nə işləyən proqram. Səhər gedərsiniz bir şirkətdə, tutalım sizə şablon verərlər ki, sənədi bu formada yaz. Digər şirkət başqa formada yazar. Yenə də özünüz də analiz eləyin ki, mən bunu yazıram. Görün bu oxunurmu? Siz developerlə işləyirsiniz də birbaşa. Siz ona verin, ondan o feedbacki alın ki, sən bunu oxuyursan, istifadə edirsən. Əgər o oxumursa, rahat şəkildə rəhbərliyə geri dönüşünüzü bildirə bilərsiniz ki, bu həm də sizin üçün də yaxşıdır ki, yəni biz verənlə yetinmədi də, getdi, araşdırdı, gəldi öz fikrini dedi. Gedib deyirsiniz ki, mən bunu yazıram, amma oxumurlar. Gəlin daha yaxşı bir
daha başqa versiyada sənəd hazırlayaq və həmişə çalışma geri dönüşü verəndə öz təklifinizi də verin. Çünki deyəcəksiniz ki, mən bunu istəmirəm, belə yazmıram, məsəl üçün. Deyəcək, daha yaxşısını gətir onda, nəyi təklif edirsən? Həmişə yəni təklifiniz olsun ki, nə təklif eləyirsiniz. Müştəri ilə əməkdaşlıq müqavilə razılaşmalarından üstündür. Deyir ki, məsələn, indi CX researcherlər var da, hansı ki gedir yerində customer experience yoxlayır. Nə bilim, bu onlayn zəng eləyirlər, o Mikodan, o bir şirkətlərdən. Hamısı soruşur sizdən razısınız, razı qaldınız və yaxud bankdan kredit götürəndə geri zəng eləyirlər, razı qaldınız əməkdaşdan. Bu hamısı researchdur. Yəni bunlar hamısı müştəri ilə əməkdaşlıqdır. Biz müştəridən fikrini alırıq ki, ona müqavilə də imzalada bilirik onsuz da. Amma bizim üçün daha üstündür ki, müştərinin məmnuniyyəti. Onun məmnunluğunu da ölçmək üçün tez-tez ondan əlaqədə qalmalıyıq, ünsiyyətdə olmalıyıq. Bu CX researcherlər nəyə görə lazımdır bir komandada? Marketoloqlardır, CX researcherlərdir. Bunlar hamısı götürürlər, tutan adi bir bank olsun. Gedirlər, baxırlar ki, bu harda olsa sizə daha yaxşı olar və yaxud bir proqram təminatını yığanda baxırlar ki, sənə solda olsa yaxşı olar, tutalım nəsə sağda. Onu öyrənirlər, yazırlar, gətirirlər bizə təqdim edirlər ki, getdik, tutalım ki, filan rayonda 100 dənə müştəri ilə danışıq apardıq və nəticədə bu qərara gəldik ki, bu burada olsa daha yaxşı olar. Sonra dəyişikliyə cavab vermək plana əməl etməkdən üstündür. Baxın, siz girdiniz, tutalım ki, işə. Orada agile idarə etməkləndir. Necədir? Başlayanda işə ona planning eləyirlər, planlaşdırma eləyirlər. Planningdə tutan 5 dənə task götürdü də, komanda onu işləyir. Amma arada nəsə dəyişiklik ola bilər. Yəni siz onu deyə bilmərsiniz ki, mən bunu planlaşdırmada götürmüşəm, vaxtında qoymuşam, mən onu götürə bilmərəm. Siz gəlməlisiniz, komanda ilə razılaşdırmalısınız, PO sizlə razılaşdırmalı ki, belə bir şeyi eləməliyik, çox vacibdir. Siz də deyirsiniz ki, PO-ya, onda ən yaxşı life hack budur. Mənim 5 dənə taskım var, sən mənə gətirib bir dənə task verirsən, onda bu 5-indən birini çıxart, zəhmət olmasa prioritetini sal aşağı. Prioritetlik, yəni üstünlük. Prioritetini aşağı sal, mən bu sənin vacib işini götürüm. Yəni onun qarşısına belə bir təklif qoyursunuz. O da onu qəbul etmək məcburiyyətindədir. Yəni siz özünüzü şey eləməyin də, yox 5-ində işləyim, bu 1-ində işləyim, 6-cını da götürüm. Elə yox. Sən çünki planningə girəndə 5 dənə task götürmüsən zaten. O əvəz eləməlidir. Onun işi odur ki, prioritet verməlidir ki, nəyi, hansı mənə daha üstündür. Çünki məhsulun, backlogun, hansı ki biz Jirada yazacağıq, sahibi odur. Biz onun backloguna uyğun işləri analiz edib gətirib ona təklifləri verən adamıq. Backlogun, məhsulların hamısının sahibi odur. Yəni o deyir ki, nəyi işləsək, çünki niyə? O biznes adamıdır sırf. Technical product ownerlər də var, o ayrı. O biznes adamıdır, o gedir dəyəri ölçür bizə gətirir ki, tutalım bu məhsulu burada qoymağımızın bizə tutalım 50.000 dəyəri olacaq ayda. Bunun satışı belə partladacaq, belə olacaq. O bizə gətirib göstərir. Agile manifestinin 12 prinsipi nədən ibarətdir? Proqram təminatını daha tez və davamlı şəkildə müştəriyə təhvil vermək, onu razı salmaq bizim üçün əsas prioritetdir. Yəni, Agile-ı niyə gətiriblər? Tez-tez bazara çıxaq da, yəni əvvəl neyinirdilər? Bir dənə məhsul götürürlər, otur analizə 3 ay, 4 ay, waterfall odur. Otur analiz elə, 3 ay, 4 ay, 5 ay, 10 ay nə qədər çəkəcək də. Bu hələ getdin birinci müştəri ilə danışdın, götürdün ondan istəkləri, oturdun başdan axıra qədər analiz elədin. Ondan sonra çıxdın bazara, bir də gördün ki, müştərinin tələbi dəyişib. Bilirsiniz də, bazar sürətlə dəyişirilir. Sənin işin oldu fail. Amma sən gedib tez-tez müştəri ilə kiçik-kiçik dəyişikliklər versən ona, məsəl üçün də bu telefon məsələsinə gələk. Tutaq ki, telefon verdin, hələ ki kamerası yoxdur. Bir dənə bunu işlət, görək sənə kamera nə qədər lazımdır. O işlətdikcə adi Google Analytics-də də var. Google Analytics bizim hansı düyməyə necə dəfə kliklədiyimizi götürür, özündə ölçür. Və özünə ona uyğun update-lər gedir, eləyir. Məsəl üçün, yaxın zamanda belə bir update daşmaz. O gün biz restorana getmişdik. Mən Google-da axtarış verdim ki, falan restorana necə gedim. O məsafəni ölçdü, mənə verdi. Sonra mənə oradan notification göndərdi, yəni bildiriş göndərdi ki, falan restorana getmişdim, bəyəndin onu, belə bir update eləyib. Görürsünüz, o feedback toplamağı, yəni müştəriyə təklif eləyir, müştəriyə təkliflə gəlir. Mənim çox xoşuma gəldi.
Yəni istifadə eləyə biləcəyimiz xarici bazarlarda nə görürüksə, yəni bazar araşdırması budur. Xarici bazarlarda nəyi görüb götürürüksə, onu özümüzdə tətbiq eləmək və o tətbiqin bizə nə qədər xeyir gətirəcəyini görmək artıq proqram təminatının nə dərəcədə keyfiyyətli işləməsini deməkdir. İşin hətta son anlarında tələblərin dəyişməsindən qorxmayın. Çevik proseslər vasitəsilə müştəri məmnuniyyətini artırmaq üçün müştəri dəyişikliklərini qəbul edin. Deyir ki, tutan telefonu çıxartdın da 3 kameralı. Risk müştəri deyir ki, 2 dənə kameralı olsun bu. Siz proqram təminatını elə nəzərdə tutursunuz ki, həmişə zazor qoyursunuz da aradakı birdən bu dəyişsə, məsələn bu parametri dəyişə bilən eləyim. Tutaq ki, bizdə bir məhsul var idi, işsizlik sığortası. Bunu qoymuşlar ki, ancaq nağd kreditlərə olsun. Amma bizim developer ağıllı olduğu üçün təklif elədi ki, gəl bunu nağdı, elə bir statik oraya yazıb yapışdırmayaq da, bunu dəyişilə bilən bir dəyişən eləyək ki, səhər kart kreditləri də ola bilər, nə bilim digər kreditlər də ola bilər. Məsələn, indi üstündən 2 həftə keçib bizə dedilər ki, tək nağd olmayacaq, kart kreditlərə də şamil olacaq bu. Çünki tez-tez dəyişilə biləndir. Yəni bunlar sizi şaşırtmasın. Çox aşırı tez-tez dəyişiklik ola biləndir. Bu Agile ona görə gətiriblər ki, bu tez-tez dəyişikliklərə heç kim narazılıq bildirməsin də. Okey, sən analiz elədin, yazmısan ora. Lap yaxşı, sağ ol. Amma indi belə istəyirlər. Yəni sizin analizinizlə, sizin dokumentasiyanız dəyişikliyə cavab verə bilməlidir ki, tez-tez dəyişiklik olanda onu dəyişə biləsiniz. İşləyən proqram tez-tez bir neçə həftədən bir neçə aya kimi təqdim edin. Qısa zaman müddətlərindən qaçın. Yəni işləməyən bir şeyi tez vermək önəmli deyil. Tez vermək önəmlidir. Amma işləyən bir proqram təminatını vermək önəmlidir. Bunun üçün də nə edirik? Lap birinci dərsdə dediyimiz kimi UAT, User Acceptance Testing. Biz axırda QA-nin testindən sonra özümüz də test eləməliyik ki, bu məsuliyyəti həmişə özünüzdə götürün. Çünki səhər bir gün nəsə işləməyəndə sizin dokumentasiyanızla axırda çıxan məhsulu müqayisə eləyəcəklər. Görək, burada dokumentasiyada yazılan şeylər digər çıxan məhsula cavab verirmi? Ona görə yazdığınız dokumentasiyanı diqqətlə yazın. Özünüz əmin olun, gəlib tələsdirəcəklər sizi. Bu görülən bir şeydir. Tez ol eləyəcəklər, amma siz onlara fikir verməyin. Sonra tələsdirən adamlar nəsə olanda sizə deyəcək ki, mən tez ol demişdim, deyərdim ki, mənim hələ işim var da, belə eləyəcəklər. Ona görə tez ollara fikir verməyin. Siz maksimum düzdür, cəldə olun, amma o diqqətlə yazın o dokumentasiyanı. O vacib bir ünsürdür. Səhər çıxan məhsulu sonda onunla müqayisə edəcəklər. Və buradakı dokumentasiyaya uyğunluğunu özünüz yoxlayın. Yəni heç kimə güvənməyin də QA yoxlayın. QA öz testini eləsin. Axırda bir dəfə də siz test eləyin. İş adamları və proqramçılar layihə müddətində gündəlik olaraq birgə işləməlidirlər. Baxın, mən getdiyim şirkətlərin bəzilərində belə bir şey gördüm. Hər kəs özü işləyir. Sonda bircə dəfə görüşürlər. Məsələn, dokumentasiyanı yazır, görüşmür də, öz-özünə yazır orada. Amma texniki bir lider də var axı. Mən yazıram biznes və IT dilində. O texniki lider okey verməlidir ona. Onun üçün də belə bir şey, mən belə bir təklif vermişəm ki, tutaq ki, bir şey araşdırdım da, bir dənə tələbi araşdırdım. Deyək ki, elə sizin işinizdən tutalım ki, Aktada tutalım filan Excel burada işləsin. Məsəl üçün, götürək Excel-i buradan avtomatlaşdıraq. Onu mən yazdım 2 gün sonra. Aparıb o yazdığımı, eybi yox, draft versiyada olsun. Yəni, hələ tamamlanmamış. Onu da bildirin ki, mən bunu yazmışam. Bu ilkin versiyadır. Mən sizə bunu təqdim eləyirəm. Bir dənə baxın. Kommentiniz varsa bildirin. Çünki mən öz-özümə gedib orada işləyəcəm 1 həftə, 10 gün. Sonra gətirəcəm, elə bir ki, heç nə olacaq da işim. Tez-tez əlaqədə olun. 2 gündən, 3 gündən bir görüşün. Görüş salın, görüşün. Baxın, mən buradayam bu prosesin. Nə deyirsiniz? Bura qədər oxudu. Mərhələ-mərhələ bölüb işləyin. Başdan sona işləyəndə çox problem olur sonra ortada. Onu dəyişmək də problem olur. Çünki axırdan əvvəl aparmısınız. Ortada hər dəyişiklik, ola bilər ki, sonu da dəyişsin. Boş vaxt itkisir, double work olur, yəni 2 qat işləyirsiniz. Ona ehtiyac yoxdur. 2 gündən, 3 gündən bir salın görüş. Deyim, bu refinement görüşləridir, yəni bu təkmilləşmə görüşləridir. Mən işlədiyim məhsulu sizlərdən də komment toplayıb onun üzərindən dəyişməliyəm. Yəni ondan çəkinməyin. Çünki o texniki liderin vəzifəsi odur, PO-nun vəzifəsi odur. Baxmalıdır. Tez-tez yəni əlaqədə olun. Layihələri həvəsli fərdlər ətrafında qurun. Onlar üçün lazım şərait yaradıb dəstək verin. İş bacarıqlarına inanın.
Bu nə deməkdir? Yəni siz proqramistə güvənin. Yəni verəndən sonra ona təhsil dokumentasiyanı, yəni onun işinə güvənin, amma yenə də yoxlayın da. Həmin o testing onun üçün lazımdır. Proqramlaşdırma komandasına məlumatın ötürülməsi və əldə edilməsinin ən effektiv və təsirli üsulu üzbəüz ünsiyyətdir. Dokumentasiyanı yazdınız. Tutaq ki, remote işləyirsiniz də X bir şirkətlə. Yazıb göndərəndən sonra bir dənə də görüş eləyin. Çünki yazıda çox adam başa düşmür. Bir dənə də görüş eləyin üstündən. O çox effektiv bir üsuldur. Denən sən mənim dokumentdə başa düşdün. Bax, burada bunu demək istəmişəm, burada bunu demək istəmişəm. Çünki dokument uzun bir sənəddir. O dokumenti oxuyar, nəyisə başa düşməyər, yenə də özünüz dəqiqləşdirin. Yəni burada sizdən çox şey asılıdır. Yəni kimlərsə sizi idarə eləməsində özünüz öz işinizi idarə eləyin. Çünki səhər bir gün vəzifə artımında da belə bir mütəxəssislərə üstünlük verirlər ki, bu adam ownershiplik götürüb. Yəni canı yanır da bizim işimizə, götürüb işi öz öhdəsinə aparır. Daha sonra 7-ci proqres və inkişafın əsas göstəricisi işləyən proqramdır. Yenə də işləməyən proqram heç kimə lazım deyil. Mən dokumentasiyanı yazdım, proqramist onu işlədi, verdi. Amma basıram, tutan düymə işləmir. Hara baxırdınız? Soruşacaqlar. Dokumentasiyanı mükəmməl yazmısınız, amma sonra o iş heç gözü görsənməyəcək. Deyəcək, neynirəm dokumentasiyanı, əsas mən işləyən proqram olsun. Buna önəm verin. Dokumentasiyanı ideal yazın, amma yenə də proqramın testi də sizin öhdəliyinizdədir. Çalışın, o da sonda çıxanda, səhər bir gün komanda çünki fail olanda, hər kəsin failidir o. Yəni sizin o deyib deməniz, mən işləmişəm də, neyniyim? O komandada sizdə qıcıq yarada bilər də ki, bu özünü düşünür ancaq. Hamınız bir yerdə işləyin. Və success-də hamınızın success-idir, fail də hamınızın fail-idir. Elə yanaşın ona görə də. Daha sonra çevik proseslər davamlı inkişafı dəstəkləyir, sponsorlar, proqramistlər və istifadəçilər sabit tempi saxlamağı bacarmalıdırlar. Yəni, hər kəs sabit tempdən dediyimiz nədir? Yəni, eyni dalğada olmalıdır. Görüşürük, yəni çalışın bunu təmin edin. Bunu mən sizə qabaqki texnikalarda da öyrədəcəm. Görüşdünüz. Görüşün mütləq sonda notlarını yazın. Çünki ya da mitinqi əgər icazə vermirlərsə qayd eləməyə. Okey, qayd eləmə. Ola bilər də orada bəzi məqamlar olsun ki, istəmir də kimsə qayd olunsun onun danışığı. Bəzi elə görüşlər olur ki, bəzi adamlarla rəhbərlik vəzifə ilə o icazə vermir. O icazə verməsə də biz onu qayd eləyə bilmərik. Amma sonda mitinq notları maildə yazın, göndərin. O çox işinizə yarayacaq. Çünki danışılan şey, niyə bəzi şeylər bizdə düz getmir bəzi şirkətlər. İndi özünüz girəndə görəcəksiniz şirkətlərə. Görəcəksiniz çox xaosdur. Çünki adamlar şifahi deyirlər, o elə şifahidə də qalır. Mən bir cür eşitdim. O çünki insan faktorudur da. Hərə bir cür başa düşdü. O bir cür başa düşdü. Bu bir cür o qaldı. LinkedIn-də tez-tez postlar paylaşırlar. Deyirlər filan kəsin sifarişi, mənim başa düşdüyüm axırda olan tamam başqa şey çıxır ortalığa. Ona görə də yazın. Görüşdünüz, qutardınız. O görüşdə çıxartdığınız notları yazıb göndərin ki, bax filan kəs, sənlə görüşdüm bugün filan vaxtı və mən 10 dənə maddə çıxartdım buradan. Bunu belə razılaşmışıq. Oxudur. Yazılı da alın razılıq. Şifahi aldınız, yazılı mütləq alın. Bu sizin professionallığınızı göstərəcək. Yəni qorxmayın ki, buna baxın, bu da şey kimi aparır özünü belə yat kimi. Yox. Bu nəsə də desələr sizə ki, niyə belə edirsə, denən ki, mənim işimin proseduru budur. Ən qəşəng söz. Prosedur bunu gərəkdirir. Mən bunu yazmalıyam. Həqiqətən də prosedur onu gərəkdirir. Texniki mükəmməlliyə və yaxşı dizayna davamlı diqqət çevikliyi daha da artırır. Baxın, dizaynerlə sıx işləyin. Yəni, özümüz də görürük də, bir web səhifəyə giririk, orada dizayn çox önəmlidir. Məni cəlb eləməlidir. Yuxunuz gəlir. İstəyirsiniz bir dənə kafe üçün? Yox, prosto gözüm atdı birdən. Yaxşısınız. Su üçün gəlin. Yox, var su. çox sağ ol. Qoy stakan gətirim sizə. Çox sağ ol, yaxşı. Yəni dizaynın özünüz də baxın ki, yəni özünüz də komment bildirin ki, sən bunu burada yaxşı eləməmisən. Özünüzü bir müştəri kimi yerinə də qoyun, yəni o kommentləri də bildirin ki, bu burada yaxşı deyil də, bu nə çəkib gətirmisən, məsələn, quru dizayn. Adi sığorta platformalarına baxırıq. Bugünkü gün Azərbaycanda olan bəzi sığorta
belə deyim, UI-ları o qədər də ideal deyil də, belə çox belə sıxıcıdır, çox söz var, heç kəs sözü oxumur. Adi xarici amma Amerikada, Fransada, İspaniyada, İtaliyada bunların baxırıq, onların şirkətlərinə, onların bizə verdiyi səhifəyə baxırıq. Aşırı gözəldir. Yəni gözə çarpan da hamı bilir ki, $5 bu təminatlar alacaq. Tutalım ki, nə bilim, xəstələnəndə, qrip olanda, falan şey olanda 3 dənə şey yazır, az söz yazır da. Amma lazım olan şeylər yazır. Adama lazım olan nədir? Tutalım sığorta alanda. Ödəyəcəyi puldur da ona maraqlı. Heç kim səyahətə çıxmısınız da yəqin ki, oxumur. Bu boyda səhifə şey verirlər. Heç kim nə istifadə eləmir, nə oxumur. Amma xarici Səhifəsi görmüsünüz. hə, çox. Çox pisdir. İndi o da Azərbaycan şirkətlərinə satan strategiyanı o gəlir satır. Ona görə də bu günlərdir. Yəni user Heç şey yoxdur. adi bir bankda nə qədər artıq şey var. Məsələn, daxil oluram mən məsələn bir banka. Leo elə deyil. Mən məsələn Leodan çox istifadə edirəm. Bir bankda daxil oluram. Görün, yəni nə qədər artıq şey var. Leo daha rahatdır. Yəni biz o daha rahatı düşünməliyik. Həmişə onu düşünün. Ki siz gedib dokumentasiya yazacaqsınız, flow çəkəcəksiniz. Bizə elə öyrədiblər ki, çox məlumat sıxışdırın da, çox məlumat olsun. Adi biz universitetdə də nəsə eləyəndə çalışırdıq prezentasiyalara söz çox dolduraq. İndi o dövr deyil. İndi maksimum az düymə, lazım olan şeylər, funksionallıqlar. Sizin göstərəcəyiniz o flowda təqdim edirsiniz, tutan təqdimat edirsinizə. Orada o professionallıq olacaq ki, baxın, bu gedib analiz edib 3 düymə ilə 3 dənə klik edirəm, mən 1, 2, 3 nəticəyə gəlirəm. 10 dənə şey seçmək, 50 dənə şey seçmək yox. Biz maksimum arxada eləməliyik o işləri. Tutalım müştərinin ünvanı, doğum tarixi, nə bilim, müştəri məlumatları, onu biz doldura bilərik. Amma biz təklif edə bilərik ki, filan kəslər, mən müştəridən PIN kodu alacağam, yazacağam, arxada Daxili İşlər Nazirliyinin bazası var. Gedin oradan inteqrasiya qurun, müştəriyə çox orada məlumat doldurmağa istəməyin. Gedin özünüz gətirin onu. Görürsünüz, bir dənə sözlə, siz 1-0 qabaqda oldunuz. Müştəridən bir dənə PIN kodu istədim, arxada getdim özüm gətirdim digər məlumatları. Onu özüm də yaza bilərəm, yaza da bilər. Amma o optimal deyil. Texniki mükəmməlliyi dedik, sadəlik artıq işin ixtisar edilməsi sənəti vacibdir. Öz-özünə idarə edən komandalar ən yaxşı arxitektura, tələblər və dizaynı ortaya qoya bilir. Bunu da danışdıq. Bərabər zaman intervallarında komanda öz effektivliyini özü seçməklə olur, ona işin uyğun olan tərəflərini özü seçir. Yenə deyirəm, sizə dokumentasiya qoya bilərlər ki, bunu belə yaz. Siz onu elə yazmalısınız. Amma yenə də baxın, yoxlayın. Komanda sizin yazdığınız dokumentasiyanı oxuyurmu? Yəni, komanda ilə gördüyünüz işin keyfiyyətinə odaqlanın. Yəni, orada 50 dənə yazdım, mən idealini ITB'yəm, elə deyil. Yəni, odaqlanın keyfiyyətə, kəmiyyətə yox. 50 dənə dokumentasiya yaza bilərsiniz, heç kim oxumaz onu. Burada əsas bu prinsiplərdən çıxartdığımız odur ki, sadəlik, az dokumentasiya, daha çox ünsiyyət. Yəni, budur əsas bu prinsiplərin qaydası, qanunu. Deməli, dedik, proqramlaşdırma layihələrin ümumi mərhələsi nədir? Analiz, dizayn, kodlaşdırma, test, təhvil vermə. Analizi bilirik. Dizaynı, həmin o dediyimiz o Figma'da çəkilən dizayndır, prototipdir. Onu da keçəcəyik. Kodlaşdırma veririk, developerə kodlaşdırır, bizə verir. Test, köy və mən köy eləyir, sonra yenə mən yoxlayıram. Eləyirik və sonra təhvil veririk ki, dokumentasiya ilə sondakı məhsul uyğundur bir-birinə. Çıxa bilər proda. Müştəri istifadəsinə verilə bilər. Proqramlaşdırma layihələrinin ümumi mərhələləri nədən ibarətdir? Bu, yenə deyirəm, bizim işin prosedurudur, qanunu qaydası. Necə ki, həkimin, tutalım ki, əməliyyata girəndə proseduru var, neyinir? Xəstəni keyləşdirir, sonra kəsir də, düzdür? Bizim işimizdə elədir. Birinci analiz mərhələsidir. Müştəri, sifarişçinin tələbləri ətraflı analiz edilməlidir. Bu çox önəmlidir. Burada bizim ChatGPT köməyimizə gəlir. Özünüz analiz elədik, biz bir beyin, 2 gözlükdə, amma 4 göz, 5 göz, 6-cı göz daha yaxşıdır. Onlar elə iflər verə bilər ki, biz onu düşünməyə bilərik. Bəs belə olanda nə olacaq? Tutalım, bir dənə yazdım, rezident, yəni Azərbaycan vətəndaşı, yadımdan çıxdı qeyri-rezident. Orada bir nəfər bizdən təcrübəli insan deyəcək, qeyri-rezident olanda necə olacaq bu axın? Yəni, bu önəmlidir ki, biz tələbləri ətraflı analiz eləyək, hər şeyi düşünək.
Dizayn mərhələsi müştərinin sifarişinin tələbləri ətraflı analiz edildikdən sonra proqram təminatının mobil, veb və desktop səhifələrinin görünüşü, eyni zamanda backend proqramlaşdırma arxitekturası da dizayn edilir. Mən analiz elədim. Getdim, topladım tələbləri. Belə olmalıdır. Bu tələblərə cavab verməlidir və s. Sonra verirəm dizaynerə ki, ala mənim bu flowuma və bu tələblərimə uyğun bir dənə dizayn çək, prototip çək ki, birinci səhifədən sonra ikinci səhifə necə olacaq? Onu mən çəkməli deyiləm. Düzdür. Biz hər şeyi bilməliyik, keçəcəyik, yenə Figma-da da işləməyə keçəcəyik. Amma hər şeyi bilməyimiz bizim plusumuzdur. Amma onun işidir, o eləməlidir gedib onu. Eyni zamanda arxitektura nə hardan gətiriləcək, yəni arxada, backenddə necə baş verəcək? UI-ı, yəni user interface-i qurur front-end, amma backend arxada işləyən proseslərin ardıcıllığını bizə yazıb gətirir. Kodlaşdırma mərhələsi. Hər iki dizayn forması təsdiqləndikdən sonra artıq kodlaşdırmağa başlamaq mümkündür. Yəni, həm UI var, həm də backend arxitekturası var. Kodlaşdıra bilərlər. Yazdıq tələbləri, nə necə olacaq, nədən sonra nəyin gəlməsini istəyirik, hamısını yazdıq, keçdik kodlaşdırmağa. O developer kodu özü yazmalıdır. Test mərhələsi. Kodlaşdırılması bitmiş modullar və səhifələr test edilir. Yəni, birinci üst səhifədə nə gəlməlidir, onu test edir QA. Hamısını eləməlidir. İndiki QA-lər biraz çox məsuliyyətsiz olurlar. Birini eləyirlər, 5-i qalır. Yenə də sonunda bizim o bir dəfədə test eləməyimiz, ona geri qaytarmağımız odur ki, sən burada düzgün test eləməmisən. Əgər testdə çatışmazlıq yaranarsa, o zaman yenidən bir əvvəlki mərhələləri geri göndərilir. Üstünə göndərir ki, düz eləməmisən. Və yaxud QA bug tapdı, bizim dokumentasiya ilə yoxlayır da var olan şeyi. Deyir, bax, burada Nərmin yazıb ki, 5 gündən artıq falan şeyi rəsmiləşdirə bilməməlisən, error çıxartmalısın. Hanı, mən 6 gün basıram, 6-cı günə eləyə bilir axı bunu sistem, eləyə bilməməlidir axı. Göndərir təkrar developerin üstünə. Əgər xətalar kod hissəsində olarsa, kodlaşdırılma mərhələsinə, funksiyalar xətalar olarsa, analiz mərhələsinə çalışın bu olmasın heç vaxt. Bizim üstümüzə qayıtmasın. Yəni, qayda bilərik, yəni dünyanın axırı deyil. Prosta biz o qədər mükəmməl yazmalıyıq ki, o istəkləri, o bizim üstümüzə qayıtmamalıdır. Ki, bu tələbi səhv qoyumsan sən, belə şey yoxdur. Yox, əgər rahat istifadə və məlumatların ekranda tam göstərilməsinə problem olarsa, o zaman dizayn mərhələsinə qayıdır. QA, yaxşı QA, çox azdır. Bir dənə, iki dənə görmüşəm ömrümdə. Yəni, adi UI-da belə baxır ki, sən bunu burada qoyumsan, amma bu yaxşı bir şey deyil. Beynəlxalq praktikada onu da əsaslandırır. Belə olmur bu. İstifadəçi bunu istifadə eləməyəcək. Rənglər gözü çox ağrıdır və s. və ilaxır. Bunu da deyir, dizayn onu da düzəldir. Sonda təhvil vermə mərhələsi. Testdən uğurlu keçən modullar və səhifələr artıq hissə-hissə müştərinin istifadəsinə verilir. Müştəri təhvildən tam məmnun qaldıqdan sonra təhvil təhsil aktı imzalanır. Bu da nədir? Yəni, çox belə dövlət strukturlarında var da, bu bankda falan yoxdur təhvil təhsil aktı. Yəni, bankda sərbəstdir də, əcal mühitində sərbəst olur ki, yəni nəyisə aktlaşdırma olmur. Amma yenə də siz işinizi möhkəm tutmaq üçün hər şeyi aktlaşdırın. Bütün görüş notlarını yazıb göndərin. Agile-ın əsas elementləri nədir? Product backlog, bu sözü tez-tez eşidəcəksiniz. Müştərinin bütün tələblərinin siyahısı oradadır. Yəni, biz dəftərdə də yaza bilərik onu. Amma Jira-dır, Confluence-dır, bu kimi tool'lar var, hansı ki, orada məhsulun backlogunu yaradırlar. Yəni, deyir ki, mənim məhsulum telefonun tutalım telefonun yaradılmasıdır. Orada siyahıya düzür ki, birinci telefonun kamerasını düzəldəcəm, birinci telefonun daxilini düzəldəcəm, sonra nə bilim içərisini düzəldəcəm, batareyasını və s. Bu siyahıdır. Product backlog deyirlər buna. Product owner tərəfindən idarə olunur. Buna biz baxmırıq. Prioritetləşdirir. Yəni ən vacib və ən az vacibə bölünür. Yəni özü deməlidir ki, bizə 5 dənə iş verə bilər. Mən nə bilim hansını birinci başlayım, sonra hansını qutarım. O özü deməlidir ki, mənə birinci bu sirap önəmlidir, sonra açki, sonra telefon. Yəni onu da orada yazmalıdır ki, bunun prioriteti high-dır, bu medium-dur, bu da low-dur. İşi ona uyğun görməlisən. Prioritetləşdirməni bacarmalıdır. Sonra axırda tapşırıqlara bölünür. Birinci böyük ideya götürürlər. Yəni, tutalım bu otağın remont edilməsi, belə düşünün. Otağın remont edilməsi böyük bir anlayışdır. Sonra içərisinə baxırıq. Divarın kraskalanması, əşyaların qoyulması, bu şey xırdalığa bölündü. Yəni, heç çox böyük bir şeyə girişməyin. Hissə-hissə böldürün onu. Dekompoz deyirlər buna, dekompozisiya.
bölünməsi elə götürün. Yəni birdən-birə görüb işi özünüzü yəni yormuş olacaqsınız. Sonra da yenə tələblər dəyişəcək, uyğun olmayacaq. Amma yaxşı olur ki, bölünsün, işi xırda-xırda görün. Birinci bu divardan başlayın. Çünki tələblərdə dəyişirilir axı. Mən bu qapını qoyana qədər deyəcək qapı taxta yox, plastik olsun. Yəni özünüzə həmişə o yeri buraxın. Sprint və sprint backlog nədir? Eşidəcəksiniz bu sözləri tez-tez. Sprint 1 və 4 həftəlik iş dövrüdür. Biz işlərimizi 2 həftəlik dövrdə götürürük, 10 iş günü. Bir şeyi elə bir şey götürməliyik ki, 10 iş gününə bunu çatdıraq. Analizdə ola bilər, developer özü bilər nə taskını götürsün. Mən analiz taskından məsulam da, yəni mən ondan məsuliyyət daşıyıram. Mən götürməliyəm ki, IPO, mən bunu 10 iş gününə çatdıracam və yaxud mən bunu 10+3 iş gününə çatdıracam, yəni o bir sprintə də keçəcək. Bir ayda da 2 dənə sprint olur, 2 həftə, 2 həftə, belə. Yəni 6 bazar iş günü olmadığı üçün 5 iş günü, 5 iş günü, 10 iş günü götürürük. Product backlogdan seçilən maddələr sprint backloga daxil edilir. Hər dəfə yalnız bir sprint aktiv olur. Ümumi bir məhsulun var. Tutalım, müştəri mobil aplikasiyasının yaradılması bir bank və sprint backlogum var. Ümumi backlog 3 aylıq, yəni quarterly deyirlər, rüb. Birinci rüb yanvar, fevral, martdır. Rüb ərzində bir məhsul götürürəm. O məhsulu sonra xırda-xırda hissəyə bölürəm. Bir rüb ərzində də olur 2, 4, 6 dənə sprint olur. O 6 sprintə başa çatdıra biləcəyim işləri götürürəm. Ümumi rübün işləri ayrı olur. Mənim o 2 həftəlik işim ayrı olur. Komanda sprint müddətində həmin tapşırıqları tamamlamalıdır. Yəni bizim işimiz budur. Deadline deyirlər. Deadline-a çataq, deadline-a çataq, deadline odur. İndi işləyə bilərsiniz, siz waterfall-la da, project managerlərlə də işləyə bilərsiniz, PM-lərlə də. Tutalım, gedir, danışır, Baxeli qoşur bir banka. Star məhsulunu çıxardır da, Baxelin özünün kart bazası yoxdur. Deyir ki, ay bir bank, mən sənə qoşacağam, nə bilim, öz aralarında danışırlar da, komissiyada bölürlər, kimin nə xeyri olacaq, onu PM danışır, project manager. Yəni, o project manager də maraqlıdır ki, bu vaxtında çatsın bu iş. İlahə xanım, siz bizi eşidirsiniz də yəqin ki. Bəli, bəli. Rollar, Scrum Master eşidəcəksiniz. Prosesi idarə edir, maneələri aradan qaldırır. Əgər mənim blokerim, maniyəm varsa, Scrum Master, yəni komandanı idarə edən onu həll edir. Komandada bu rollar olur. Proqramçılar front-end və back-end, QA, designer və s. olur. Yəni komandada bundan ibarətdir. Yəni səhər proqramçı sizin üstünüzə gəlməməlidir də, falan yerdə maniyəm var. Getməlidir Scrum Masterinə deməlidir onu və Agile koçuna. Onu biz baxmırıq. Agile yanaşmanın növləri var. Scrum, sprint əsaslı çevik çərçivə deməkdir. Kanban, davamlı axın və lövhə üzərində idarə etmə və Lean. Lean eşitmiş olarsınız, Lean Six Sigma falan təlimləri var. Lean odur, israfın azaldılması, dəyərin artırılmasına odaqlanır. Agile analizin əsas məqsədi müştərinin tələblərini dəqiq müəyyənləşdirməkdir. Yüksək səviyyəli tələbləri backlog maddələrinə bölməkdir. Hər maddənin biznes dəyərini təsdiq etməkdir. Agile-da istifadə olunan analiz metodları nədir? İstifadəçi hekayələri, user stories deyirlər buna. Bir istifadəçi kimi istəyirəm ki, edə bilim, bu belə yazılmalıdır. Giriş proses analizi, input və proses analizi olur. İndi bunları görəndə daha yaxşı yadınızda qalacaq. İndi belə sizə belə qəribə gəlir. Biz bir Jira-da işləyəcəyik bunu. Gələn dərsdən başlamalıyıq. 1-2 dərsdən. Necə? Bu dərsdən başlasaq olmur. Çünki insan praktika yenə daha çox yadda qalır. Belə, məsəl üçün, siz deyirsiniz, heç nəyi başa düşmürəm. Gərək özünü oxuyun. Onu bilməsəniz, user stories necə biləcəksiniz nədir? Birinci həmçə... Özünü oxumasam, məsəl üçün, mən bilmərəm. Siz danışırsınız, onun 20-30% məndə qalır. Elə olur zaten. Bir şeyi %100 onsuz da mən danışanı götürməniz qeyri-mümkündür. Zaten heç 20-30 hələ yaxşıdır. Dərsdə deyil olurdu məndə. 20-30 hələ yaxşıdır. Yəni yüksək səviyyə sayılır. 5-10% götürsəz işdir də, yəni buradan. Onu bilməlisiniz o terminləri. O terminləri bilməsək necə onu tətbiq eləyərik? Məncə biz burada option bu rollarda nələr eləyəcək, nələr öyrənəcək, məncə ümumi. Tek bu dərsdirsə, onda O gələn dərsdən Jira-da məsələn bunu tətbiq eləyəcəyik.
ki necə olur. Məsələn, indi anlayışları bilirik ki, yəni bu budur, bu deməkdir. Səhər məsələn işə daxil olanda da agile idarə etmədə bilməlisiniz də necə idarə olunacaq. Sizə yad gəlməməlidir onlar. Hə, giriş proses analizi, input və proses analizi nə daxil olur? Input necə əməl olur? Proses necə çıxır? Nə çıxır? Output. Hər bir ümumiyyətlə taskın inputu və outputu olur. Taska başlayanda mən inputlarla girirəm. Tutalım, filan kəslə getdim, tələbləri dəqiqləşdirdim. Mənə dedi ki, əlimdə 5 dənə nəsə var da, 1, 2, 3, 4, 5, 5 dənə bir söz deyir. Mən belə istəyirəm, belə olsun, tutalım, stol istəyirəm, düz olsun, belə olsun, elə olsun. Onun dərinliyinə, hansı materialdan olmalıdır, necə olmalıdır, o ona proses deyilir. Və sonunda da stol yaranırsa, bu outputdur. IIBA-də də eyni prinsiplə gedir tasklar. Input və output. Hər şeyin bir inputu və outputu kimi düşünün. Yəni özünüzdə o düşüncəni formalaşdırın. Hər şey daxil olur və sonunda nəsə nəticə çıxmalıdır. O inputların proses olunması nəticəsində bizdə output çıxır. Backlog idarə etməsi. Backlog elementlərin aydın təsviri, orada prioritetləşdirmə olur. High, medium, low, onu biz eləmirik. Dəyərə əsasən planlanma olmalıdır. Biz backlogu götürəndə yığışırıq komanda ilə, planlaşdırırıq. Nəyi, nə vaxt, necə işləyəcəyik. Nəyi, nə vaxtı deyirlər bizə. Necə biz onlara gətirib deməliyik ki, mənə deyir ki, mən bir məhsulu istəyirəm, tutalım sığorta məhsulu və filan vaxta kimi bunu çatdır. Məhsul bunu deyək səfər sığortası da məsələn bunu cover eləməlidir, yəni qapsamalıdır. Sən gedirsən onu necə eləməyini sən gedib araşdırırsan ki, bu burada olacaq, belə olacaq, bu düymədən sonra bu gələcək. Necə sualına siz cavab verirsiniz bizlər yəni. Hər bir elementin parçalanması, breakdown, bayaq dediyim kimi hər bir elementi parçalayırıq, elə analiz eləyirik. Daim yenilənmə və təkmilləşmə. Backlog bir yerdə qalmır. Hər 2 həftədən bir dəyişir. PO gedir, dəqiqləşdirir, öyrənir. Çünki yenə deyirəm, bir şeyi gözləyə bilmərik ki, monoton şəkildə tutalım ki, iPhone-u da görürsünüz, hər il yeni məhsul çıxardır. Yəni bazar belə işləyir. Biz də onun dəyərlərinə cavab verməliyik, özümüzü inkişaf elətdirməliyik. Mən bugünkü gün deyə bilmərəm ki, mənim özümdən söhbət gedir. Mən hər şeyi bilirəm, süni intellekti öyrənmirəm. Hər şeyi onsuz da bilirəm də, senioram, baş biznes analitikam. Elə deyil. Mən özü bugünkü gündə də oxuyuram və oxuduğumu tətbiq eləməliyəm. Çünki dəyişir, çox tez-tez dəyişirilir bu sahə. Refinement, grooming sessiyalarının keçirilməsi. Bu da onun üçündür. Hansı ki, biz groomingdə gətiririk, analiz elədiyimiz göstəririk. Onlar bizə komment verirlər, dəyişdirilib təzədən gətiririk. Backlog elementlərinin növləri. User story. Bunu yadınızda saxlayın. İstifadəçi hekayəsidir. Biz user storylərlə iş görürük. Task, konkret görüləcək işdir task. Bug, xətalardır. Spike task, araşdırma tapşırıqlardır. Mən hələ bilmirəm nə iş görəcəm. Burada, tutaq ki, heç kim bilmir də, bizə bir dənə kiminsə işlədiyi bir məhsulu veriblər, köhnə. Deyiblər, get bunu araşdır. Ona spike task deyirlər. Siz onu tələb eləyin həmişə. Bu terminləri yadınızda saxlayın. Bu sizin işinizə çox kömək eləyəcək. Yəni Azərbaycanda bu çox görülən bir şeydir də. İnsanı yükləmək, nə bilim, aid olmayan işi işləmək. Sən əgər işini bilməsən, bu terminləri bilməsən, heç vaxt ona nəyisə təklif eləyə bilmərsən. Sən bugünkü gündə də mən özüm də yeni girdiyim iş yerində də deyirəm ki, sizdə onlarda bu anlayış yoxdur. Spike zat yoxdur onlarda. Elə hər şey götürürlər analizə. Elə də olmaz axı. Spike var və dəqiq olan tapşırıq var. Bir tapşırıq var ki, mən hələ bilmirəm orada nə edəcəm. Ona spike deyirəm. Yəni hələ şübhəlidir də. Mən onu götürürəm araşdırmaya ki, bunu görək dəyərmi eləməyə, dəyməzmi eləməyə. Və task var. Konkret deyir ki, bunu get belə elə. Amma o spike da bilinmir. Hələ bir dənə baxaq, görək nə edirik. Hələ heç PO da özü bilmir nə iş görəcəyimizi. Epic böyük funksional blok deməkdir. Epic sözünü yadınızda saxlayın. Epiclər ideyadır. Şirkətin CEO-su gəlir deyir ki, mənim bu ilki strategiyam odur ki, müştəri şikayətlərini %60 azaldım. CEO bir dənə cümlə deyir həmişə. 60% 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
SEO-dan kiçik hissələri var, departament direktorları deyək də, tribe liderlər deyirlər buna agile-da. Onlar uje hərəsi biri depozit məhsuluna baxır, biri karta, biri kreditə deyək. Uje bu o dediyi SEO-nun sözü var, ideyadan götürməlidir özünə ki, mən gedim depozitimdə bu xətalarım var, mən bu 3 ayda bunu eləməliyəm. Bu kredit bunu gedib fikirləşməlidir ki, daha çox necə müştərinin məmnun qalacağı bir sistem versin. Hər kəs o bir dənə sözdən, bir dənə SEO nə dedi? İstəyirəm ki, müştəri şikayətini 60% azaldım. Hər kəs ondan öz backlogunu yığmalıdır, öz məhsuluna uyğun tasklar çıxartmalıdır. Bir cümlədən şaxələnmiş bir neçə dənə task çıxdı. Və feature, Epic-in alt funksionallığıdır. Hansı ki, dedik ki, biz böyük ideyadan artıq funksionallıqlar çıxartdıq. İndi önümüzdəki dərslərdə keçəcəm bu nədir. Task nədir? User story-nin kiçik hissələrə bölünmüş icra tapşırıqlarıdır. Texniki icra addımlarını göstərir. Məsələn, API endpoint yaratmaq, UI ekran dizaynı, kiçik bir hissədə test case yazmaq, data model yaratmaq. İstifadəçi hekayəsi, user story nədir? Standart formatda bir istifadəçi kimi istəyirəm ki, filan şeyi edə bilim. Xüsusiyyətləri istifadəçinin baxış bucağından yazılır, texniki deyil, biznes dilində olur, dəyər yönümlüdür, test oluna biləcək şəkildə yazılmalıdır. User story nümunəsi. As a customer, I want to see my account balance so that I can track my spending. Yəni, user story sizə belə gəlməlidir. Azərbaycancada belə yazılır. Bir müştəri kimi balansımı görmək istəyirəm ki, xərclərimi izləyə bilim. Və bu user story üçün filan tasklar var. Aşağıda gördüyümüz kimi bu tasklar var. Mən sizə lövhədə bunu yaxşı başa salacağım. Köy dərsində iştirak edənlər deyəcəm. Kişilər yazmalıram. Bekardırlar. İlahi xanım, siz bizi eşidirsiniz? Bəli, eşidirəm. Lütfen görmürsünüz ama, hə? Xeyr, görmürəm. 4də birini. Və şimdi?
Dəqiqə, hələ ikisi görürəm onu. Bəs indi? İndi görünür. Məncə ideal görsənməyəcək, amma artıq olduğu qədər. Hə, heç nə olmaz. Özüm qeydlər götürərəm. Bu biri dərs, bizim bu dərsimiz. Baxın, dedik nə var? Epic var, düzdürmü? Epic. Ne oldu buna? Bəlkə önemli deyil. Ha, yazır. Dedik Epic var. Epic'in altında Future var. Future'ın altında User Story var. User Story'nin altında Task var. Jira belə idarə olunur. Sizin tapşırıqları yazdığınız yer, sənəd. Yəni gəlir Epic'ə ideya kimi baxın. Future fonksiyonallıq. User Story istifadəçi hekayəsi. Task'da tapşırıq. Kiçik bir hissə. Biz nə edirik? Epic bizə gələndə ideya, həmin ki o dediyimdə %60 azalsın dedi. Tutaq ki, və yaxud başqa şey. Mənim şirkətimin gəlirliyi %10 artsın. Elə eləyin ki, bu 1 il ərzində, strategiya da 1 il ərzində verilir. 2025-in strategiyası açıqlandı, deyiləmirsən, Paşa Holdingdə. 2026-nın strategiyası açıqlandır. Tam 2026-nın strategiyasında o var ki, şirkətin gəlirliliyi artsın və ya deyir ki, şirkətin xərclərini azaldın. Onda götürürlər, işçilərə baxırlar, performansları ölçürlər, sakraşeniya salırlar, orada olur sakraşeniya. Sırf gəlirlər, yəni strategiya olaraq nə seçiblərsə bu il, onu tətbiq edirlər. Həmin o Epic'dir. Tutalım, deyək ki, sizdə bir məhsuldur, depozit. Dedilər ki, şirkətin gəlirliliyi 10% artsın. Mənim də məhsulum depozitdir. Depozitimin epikləri olacaq, tutaq ki. Yazacağıq epiklər nədir? Mobil appdə, məsəl üçün, biri orada depozit qoyulması. Epik bu olacaq ki, depozit qoyulmasında tutalım ki, nə bilim, endirimlər eləyin. Epik budur. Epikin altına future yazacağım. Artıq daha kiçik hissəyə düşəcəm. Dedim axı depozit, düzdürmü? İndi keçəcəm ki, bir bank mobil appində olan o digital depozitdə tutaq ki, nə bilim, faizi 10% yox, 11% elə. Bu future oldu. User story'si nə olacaq bunun? Mən istifadəçi olaraq istəyirəm ki, bir bank mobil appdə digital depozitinə bunu düzəldək. Və bunu yadınızda saxlayın. Bir future'ın bir neçə dənə user story'si ola bilər. Yaza bilərəm ora bir bank appində düzəltmək, sonra bir bank appində falan şeylər eləmək. Bu future tutaq ki, bir bank app oldu. Sonra ikinci future'ın bu depozit ayaq ola bilər web appdə işləmək. Yəni bu belə bir-birinin içindən çıxır. Sonunda gəlir task halına düşür. Biz task kimi bu backend taskdır, frontend taskdır, designer taskdır və s. Belə olur. User story-yə uyğun olaraq task çıxırdan User story uyğun olaraq, oradakı istənilən olaraq, mən istifadəçi olaraq nə istəyirəm? Balansımı görmək istəyirəm ki, xərclərimi izləyə bilim. Oradan taskları çıxır ki, backendin girib arxada falan API-də falan şeyi düzəldəcək. Frontend, nə bilim, dizaynda bunu düzəldəcək, daha doğrusu UI-da, belə. Baxın, user story-ni nəyə bölmüşük? Balans ekranının UI dizaynı, balans API-dan datanın çəkilməsi, backend nə deyib? Get balance endpoint-ın hazırlanması, QA deyib balans funksiyasının test planı və acceptance criteria var, qəbul meyarları. Bu nədir? Hər bir taskın acceptance
kriteriyası yazılmalıdır. Bir PO-dan siz onu tələb eləməlisiniz ki, AC yazılsın. Don sayılması üçün şərtlər nədir? User story-nin nə zaman tamam sayılacağını göstərir. Bu dandır. Definition of-dan da sizin taskınızın nə vaxt tamam sayılacağını göstərir. Yadınızda saxlayın bu iki dənə sözü. Door və dodlar olacaq. Taskı götürəndə sizə taskı kim verirsə ondan doruğuzu tələb edin. Deyin ki, get düzgün gətir mənə tapşırığı. Məndən yəni qəribə sözlərlə istəmədə hər şeyin bir standartı, bir proseduru var. Bir məhsul analizə götürməzdən əvvəl sizə düzgün gəlməlidir istək. Yəni məsəl üçün bir dənə nümunəyə baxırıq. Balans real time göstərilməlidir. Yəni mən balansdan pul atdım, sırası görməliyəm. 1 saat sonra görməli deyiləm. Məsəl üçün istək budur. Xəta olduqda xəbərdarlıq mesajı çıxmalıdır, məbləğ düzgün formatda göstərilməlidir. Yəni product owner verdiyi tapşırığa acceptance kriteriyanı onun üçün qoyur ki, mən nə bilim bu task mənə görə tamamlanmışdı, sənə görə tamamlanmışdımı? Onu orada yazır ki, sənin taskını o vaxt tamamlanmış qəbul edəcəm ki, balansı real time görsəm, xəta olduqda xəbərdarlıq mesajı çıxsa və məbləğ düzgün formatda göstərilsə. Bu refinement grooming sessiyasında backlog maddələri tənzimlənməsi, prioritetlərin yenilənməsi, detalların əlavə olması, taskların bölünməsi, risklərin və asılıqların müəyyən edilməsi olur grooming sessiyalarında. Yəni bunu yadınızdan çıxartmayın. Yəni groomingdə siz taskı bölürsüz. Gətirdiniz, analiz elədiniz ümumi depozitin flowsunu da, məsəl üçün deyək, flowsu belədir depozitin. Depozit deyirəm, yəni siz istədiyiniz bir şey deyə bilərsiniz. Yəni nə maraqlıdır sizə onun flowsunu göstərim. Yəni hansı məhsul daha maraqlı olar. Nə bilim, kredit deyək, okey. Kredit başlayır, start olur, bu startdır. İkinci səhifədə müştəri məlumatlarıdır. Üçüncü səhifədə kalkulatordur. Dördüncü səhifəyə də rəsmiləşməyə keçiddir. Rəsmiləşməyə keçid. Bunun hamısını heç kəs bir yerdə eləmir. Və bu özü bir nədir sizcə? Müştəri məlumatlarının əlavə edilməsi, future'dur, user story'dir, epic'dir, hansıdır onun? Sizin fikrinizcə, müştəri məlumatlarının əlavə edilməsi. Future. Bu future'dur. Bundan user story necə çıxarda bilərəm? Mən müştəri olaraq istəyirəm ki, birbank.az-a girəndə məlumatlarımı yaza bilim. Bunun altından da çıxır, frontend öz taskını götürür, backend öz taskını götürür, frontend öz taskını götürür. Bu user story'nin içindəki tələblər PO qoyur. Amma bunun o backend taskı var, hansı API, hardan gətirməli müştəri məlumatını? Hardan gətirim? Necə gətirim? Necə? UI-da nə göstərim? Görürsünüz, bir dənə user story-da nə qədər sual çıxdı. Bunu hara yazacağıq? Bunu gələcək bizim dokumentimiz var. Dokument 2 yazmışıq burada belə. Dokumentdən oxuyacaq, yazacaq. Böyük bir dokument yazmışam. Hansı ki, kredit rəsmiləşmə. Kreditin mobil appdə rəsmiləşməsi. Böyük bir flowdur. Bunun dekompozisiyası burada həyata keçdi ki, bölündü, görürsünüz. Hamının birdən-birə başlamadı da işə. Birinci müştəri məlumatlarını yazdı. Sonra girdi kalkulasiyanı yazmağa. Yenə bunu da necə eləyim, şərtləri nədir, nəyə vurub necə hesablamalıyam. O da gəlir dokumentasiyadan oxuyur. Mən onu da riyazi hesablamasını bura yazmışam. Bir sırayla indi onu da keçəcək, necə yazırıq dokumentasiyasına. Rəsmiləşməyə keçiddə buradan aldığım o input-output deyirəm. Input-output. O məntiq API-larda da keçir. Hər yerdə bu input-output çox önəmli bir keyword-dür və hər yerdə keçərlidir. Rəsmiləşməyə keçiddə nəyi input olaraq qəbul etməliyim və output nə verməliyim? Eyni zamanda kalkulatorda input nəyi götürməliyim? Kalkulasiyanı nəyə əsasən hesablamalıyam? Input-outputu verməliyik ki, sən bunu ötürəcəksən istəmə, sənə bunu verəcək. Onun dokumentasiyada yer alır.
Daha sonra sprint zamanı task idarə etməsinə baxırıq. Task in progress review done kimi olur. Yəni biz analiz elədik, onu göndərir review-ya. Hansı ki tech lead PO onu oxuyur, baxır. Onun okeyi olmamış developera task verməyin. Gözləyin bir dəfə oxusunlar olar, məcbur eləyin olar ki, bir bax mən yazmışam. Okeyi alın, sonra keçidə. Yəni verməyin birbaşa işləməyə. Çünki o sonra problem törədə bilər. Günlük Scrum görüşündə status yenilənir. Blokerlər müəyyən edilir. Komanda fokusunu yalnız sprint öhdəliklərinə verir. Sizin daily görüşləriniz olacaq. Dailydə bir-birinizə deyəcəksiniz ki, kim harda qalıb, necə qalıb, indi Agile idarə etməsində, əgər kimsə də Agile-da işləmirsə, bu strukturu gətirə bilər öz şirkətinə. O da sizə bir plusdur ki, gəlin belə eləyək. Siz nə qədər təşəbbüskar olsaz, inisiativa olsaz, o qədər yaxşı olacaq. Yəni dövlət strukturlarında hələ çox iddialı MyGov-da keçiblər, amma digərləri keçməyiblər bu struktura. Yəni daily eləyin. Çünki daily də hər kəs özündə məsuliyyət hiss eləyir ki, mən işləyim bu gün, çünki sabah durub cavab verməliyəm. Bu həm qıcıq yaratmır, belə diktatura kimi, rejim kimi olmur. Sərbəst uca bunu asan qəbul edirlər ki, hə görüşək, kim hardadır, necədir onu bilək. Mən hər səhər görüşdə deyirəm ki, dünən bunu işlədim, bunu gün bunu işləyəcəm. Uca hamı sinxron olur ki, kim nə işləyir. Bir gəlib PO soruşmur hamıdan. Yəni bu görüşlər bunun üçündür. Gəlin baxaq. Vision. Describe the business goals. Vision çox önəmlidir. Hər bir şirkətin rəhbərin vizyonu olması o qədər vacib bir şeydir ki. Yəni rəhbər köhnə fikirli olsa, bəli ilahə. Ekran paylaşımı dayanıb, yoxsa məndə görünmür? Deyəsən qoy paylaşım. Görünür. Bəli. Çox sağ olun. Təsəvvür yaratmaqdır da vision. Bəli. Yəni adamın vizyonu olmalıdır. Məsələn, mənim rəhbərimin çox gözəl vizyonu var idi. Deyirdi ki, bir kəlmə ilə mən onu başa düşürdüm. Deyirdi ki, mənə elə bir şey gətir ki, mən orada 5 klik basmayım, 2 klik. Yəni vizyon budur. O vizyonu da onlar xaricdə oxuya-oxuya, kitab oxuya-oxuya belə formalaşdırırlar özlərində. Mindset formalaşdırırlar da. Yəni artıq bizim o qədər beynimiz təkmil işləyir ki, biz bu suya baxanda bunu necə optimallaşdıra bilərik, onu formalaşdırmış oluruq. Tema: Capabilities the delivered product needs to provide to be worth releasing. Yəni var olan, bölüşülmüş, paylaşılan məhsulun necə daha yaxşı versiyasını çıxardırıq, onun kapasitesini göstərir, onun keyfiyyətlərini göstərir. Epic enables a user to achieve a clearly identified business objective. Business objective, business obyektidir. Yəni həmin o dediyim 10%, 20%, yəni o öz-özündən rəqəmlər çıxmır da hesablanır ki, yəni nə qədər artım olmalıdır. Bu epik odur, biznes obyektivini göstərir ki, uğura çatmaq yolunda rəqəm də epik. Yəni epik həmişə rəqəm olaraq qəbul olunur. User story-də user tələblərini implementasiya eləmək üçündür. Yəni o daha detallıdır, daha dərindir. Və acceptance kriteriyalarda hansı ki user story-ni validate edir. İndi biz validation və verification keçəcəyik. Validate etmək, yəni düzgün belə deyim, uyğunlaşdırır. Bayaq dediyim kimi, mən nə bilim, mənə görə bu task oxudu da, mənə görə dandır. PO-ya görə əsas necə, nə vaxt dan olmalıdır? Mən oradan oxumalıyam ki, hə mənim bu meyarlara cavab, o bir to-do listi də belə düşünün. Bu meyarlara cavab verirsə, mənim taskım dandır, oxudu. İstəyirsiniz bir dənə durun, çay dəmləmişəm için. Beyniniz açılsın, gələrsiniz bir 5 dəqiqə. Kaydı da dayandırım. İşləmsizdə biraz üstünüzdə elə. Əlbəttə. Bugün də mən dərs oxuyuram. Axşam məni çağırırlar harasa, gedə bilmirəm. Deyirəm dərs oxuyacağam mən. Buradan gedib dərs oxuyacağam. Bugün nə oxuyursunuz indi? İndi hal-hazırda mən kurslar almışam Udemy-dən, onu oxuyuram. Sistem arxitekturası və dizaynı. Daha texniki tərəf. Yaxşı da incə. Çox. Yaxşıdır, kurslar falan da var. Kurslar da yaxşıdır. Baxır da hansında hansı kim deyir dərs falan. Fərqli. Mesela 2 dəfə
şeyler vereceğim. Size çok da ciddi rakamlı ilerler. Sus kursları çok da değil ama Ha, kurslar evet. yaşadım. LinkedIn'de yaşadım. Learning'de. Bizim kaydımız gelir. Bundan sonraki kursda biznes, daha sonra saxta biznesin aslında. İndi bunlar API-dadılar уже. Bunların 19 dərsdəyik. 20-ci dərsdəyik. 12-13 dərsləri qalıb. Bir ay yarımı. Demək olar ki, bunlar daha dokumentasiya yazacaq səviyyədədirlər. Hardasa. Ekran paylaşılır İlahə xanım. Hal-hazırda görünmür. Hə, indi görünür. Qayıt da gedir. Bunu yüklərəm. İndi baxarsız dərslərə də göndərəcəm şeydə. Sizin hər birinizə açıldı da account yəqin ki. Gəlin baxaq. Layihələrin idarə edilməsi. Ənənəvi prediktiv waterfall layihələr, bu tip layihələrdə hər şey əvvəlcədən planlanılır, ardıcılıqla icra edilir. Yəni otururlar bir dəfə danışırlar hər şeyi başdan sona axıra qədər və planlanır və ardıcılıqla 3 ay, 4 ay heç kim bir-birinə dəymir, hamı işləyir öz üçün. Xüsusiyyətləri, tələblər əvvəlcədən sabitdir, yəni dəyişmir, dəyişikliklər azdır və ardıcılıq belədir ki, plan, dizayn, inkişaf, test, təhvil. Daha çox tikinti, mühəndislik və dövlət layihələrində belə olur adətən. Amma çevik, adaptiv, agile layihələri bu tipdə layihə kiçik hissələrə bölünür və qısa dövrlərlə, sprintlə idarə olunur. Xüsusiyyətləri, tələblər dəyişə bilər, tez-tez geri bildirim olmalıdır. Hər sprintə dəyər çatdırılmalı. Daha çox IT layihələri, mobil tətbiqlər proqram təminatı üçün uyğundur. Yəni tez-tez geri bildirim bunlar üçün çox önəmlidir. Dövlət layihələrində maraqlı deyil də, tikintidir, tutaq ki, tikdi, verdi, işlədi. Amma bunlarda müştəri istifadəsi, daxil müştəri onun yükləməsi, onun işi getməyəcək. Ona görə müştəri geri bildirimi çox önəmlidir. Hər 2 həftədən bir onlar təzə nəsə gətirirlər ki, bilsin ki, müştərinin davranışını ölçə bilsin. Hibrid layihələr isə ənənəvi və agile birlikdə olur. Xüsusiyyətləri layihənin bəzi hissələri uzundan planlanır, digər hissələri çevik hazırlanır. Məsələn, bankda core sistem waterfall, front-end isə agile'dır. Yəni bankın özünün core sistemləri olur, yəni bazası. Bu müştəri məlumatlarıdır, kart məlumatları, onunla məşğul olan bir şöbə olur, belə deyim, squad deyirlər agile'da. O onunla məşğul olur ki, ancaq o onu işləyir. Axın əsaslı flow-based Kanban layihələrdə burada işlər axın formasında davamlı şəkildə edilir. Xüsusiyyətləri sprint yoxdur. Yəni kim qutardı götürür. Amma sprint elədi ki, 2 həftədən sonra sən bir dəyər çatdırılmalısan. Başladın və bitirdin, nə qatdın müştəri? O user story var. User story müştəriyə nəsə verir. Yəni ola bilməz ki, nəsə verməsin də user story müştəriyə. İşlər Kanban lövhəsindən idarə olunur, yəni to do, doing, done şəklində dəyişikliklər davamlıdır. Operativ işlərdə dəstək komandalarında çox yayğındır bu Kanban. Yəni helpdesk gözləmir, mən dəyər çatdırım, nə edeyim? Gəldi işləyir, gəldi taskları əridir və yaxud texniki support və yaxud hansısa bir hüquq departamenti, compliance-dir, çirkli pulların yuyulmasıdır. Bankda ümumiyyətlə çoxlu departamentlər olur. Sənəd dövriyyəsidir, sonra problemli kreditlərlə işləyən departament ayrıdır, digər bu məhsul dizaynerləri ayrıdır, idarə etmə ayrıdır, PM-lər ayrıdır, PO-lar ayrıdır, belə mürəkkəb iyerarxik quruluşdur. Və predictive waterfall nədir? Tələblər əvvəlcədən dedik tam müəyyən edilir, plan və skop sabitdir. Dəyişikliklər formal change management ilə idarə olunur. Bunu eşidəcəksiniz, change management sözünü. Güclü sənədləşmə və governance mövcuddur. Uyğun sahələr, core sistemlər, regulyator layihələr. Yəni mərkəzi bankda regulyator odur. Tez-tez eşidəcəksiniz, bank sahəsində eşidəcəksiniz bu sözü. Regulyatorun tələbi, regulyator nədir? Mərkəzi bank. Yəni o deyir ki, bank tutalım bu qədərdən çox kredit sata bilməz. Tutalım bir banka xəbərdarlıq gəlmişdi ki, portfelin artır. O neynədir? Botlar yaratdı ki, krediti onun adından satsın. Çünki hər bir bankın, hər bir strukturun özünün
kreditləşmə belə deyim ehtiyatları var. Sən ehtiyatlardan çox istifadə eləyirsənsə, sən məcbursansa onu başqa cür, yəni başqa ad altında eləyəsən onu. Yəni bu belə bir yanaşmadır. Regulyator onu tənzimləyir. Adaptive, kumulativ, agile nədir? Tələblər iterativ formalaşır. İterativ nədir? Yəni iterasiyalarlandır da. 2 həftədən bir nəsə verir. İterasiyalar olardı. Dəyər mərhələli şəkildə təqdim olunur. Dəyişiklik normaldır. Yəni hər dəqiqə bir şey çıxa bilər. Yəni buna normal baxmaq lazımdır. Davamlı prioritetləşmə və feedback əsasdır. Uyğun sahələr UI, digital məhsullar və analiticsdir. CBAP yanaşmasına əsasən necədir? Biznes analist hər iki modeldə dəyəri, riski və stakeholder gözləntilərini idarə edir. Bu sözü tez-tez eşidəcəksiniz və intervyuda ən çox verilən sualda kəsirlər bu suala görə. Stakeholderlə necə işləmək lazımdır? Onları necə razı salmaq lazımdır? Necə həppə eləmək lazımdır? Hamısı bizdən asılıdır. Yəni onlar sual verəcəklər ki, tutalım stakeholder razılaşmır. Stakeholder nədir? Sizin sifarişçiniz. O stakeholderizdir. Siz onu həppə eləməlisiniz. Onun investordan da əlavə adam müxtəlif ola bilər. Kimsin şirkəti üçün investor ola bilər. Məsələn, bizim üçün istifadə edən şəxslərdir. Tutalım, mən bir travel sığortası yaradıram. Mənim üçün stakeholder tur operatordur. Niyə? O sistemi yaratdığımı o istifadə eləyəcək. Bir bank üçün stakeholder müştərisidir onun. Kim ki istifadə edir onu? O investor daha çox sponsor məntiqinə girir. CBAP-də də tez-tez var o sponsor. O sualıdır o. Yəni sertifikat sualıdır ki, hansı işdə kimdən nə cavab gözləməlisən? Mənə də düşmüşdü o tam bir uzun sual idi. Biznes кейslər verirlər orada bu boyda. Oxuyursan, tam filankəs filankəsdir. Belə bir məsələ var. Səncə burada qərar verən tərəf kimdir? Orada seçirsən sponsor, stakeholder'ı ayırmalısan kim nə qərar verir. Agile'ın üstünlükləri nələrdir? Agile metodunda müştərilərin istəklərinin dəyişməsini nəzərə almaq olur. Agile layihəsi çevikdir, idarə etmək üçün rahatdır. Belə ki, buradan əvvəldən, yəni A-dan Z-yə bütün məhsulu planlaşdırmaq lazım deyil. Tez-tez nə gəldi işləyib verirsən. Bütün komanda bir məqsədə sub-layihəyə fokuslanır, bütün layihəni düşünmürlər. Yəni baxmırsan da nə olacaq? Hələ ona bir çataq, belə deyirlər həmişə. Hələ qoy onu birinci bunu eləyək. Məsəl üçün indi mənim proyektim var bir dənə. Travel sığortasını optimallaşdırıram. Orada çoxlu məsələn bazar araşdırması elədik, gördük ki, Türkiyədə daha maraqlıdır. Orada altda çıxartmışdılar ki, satır məhsulunu tutalım. Yanında deyir ki, istəyirsən sənə eSIM də rəsmiləşdirim, travel eləyirsən də. Tutalım, bu əlavədir də. İndi mən oturub eSIM-i analiz eləməsəm də olar. Hələ eSIM gözləyə bilər də, düzdürmü? Onu prioritetləşdirə bilərəm. Hələ nə verməliyəm müştəriyə? Başdan sona bir dənə səyahət sığortasını rəsmiləşdirsin. O əlavələr var ya, onu sonra götürə bilərəm mən. Əsas fokuslanmaq lazımdır ki, başdan sona nəsə eləyə bilsin, apara bilsin başdan sona. Yes. Amma o xırda şeylərə ilişsə, əsas qalacaq qıraqda. Yəni ya da əsas qalmayacaq, keyfiyyətsiz olacaq da əsas. Çünki adam fokusunu neçə yerə bölünə bilər. Traditional waterfall ənənəvi, yəni indiyə qədər Agile-a qədər bununla işləmişik də. Prosesdə dəyişdiyi üçün yer qoymur. Bütün məhsul tam hazır olanda biz onu müştəriyə təqdim edirik. Burada ən riskli məsələ ortaya çıxır. Görəsən məhsul müştərinin istəklərinə tam cavab verirmi? Çünki hər il nəsə dəyişir. Mən onu indi bunu istəyir də. İndi məsələn göy şarf istəyir. 6 ay bunu oturdum, analiz elədim, icra elədim. Deyir ki, mən göy istəyirdim, düzdür, indi qırmızı istəyirəm, lazım olmadı. Yes. Ona görə də başdan sona heç cür məsləhət görülmür layihənin götürüb analiz etmək. Yəni bu təcrübədə də göstərir ki, özünü fail olur. Yəni çıxardırsan, okey işləyən bir məhsul, amma müştəri onu istifadə eləməyəndən sonra sən nə satacaqsan bəs müştəriyə? Yes. Baxın, A-dan Z-yə layihəni planlaşdırmaq bu kimi görünür, yəni bu şəkildəki kimi. Bir işləyirlər və axırda verirlər. Amma Agile nə deyir? Baxın, bununla daha yaxşı yadınızda qalacaq. Görürsünüz, nə istəyirlər? Yellənçək. Waterfall-da bunu çatdırana qədər, yəni belə bir şəkildə bir şey yaranır. Niyə? Çünki müştəri ilə daim əlaqədə olmur da. Bunu belə dedi, düzdür bu şəkildəki kimi. Amma mən belə başa düşdüm və müştəri ilə əlaqəm yoxdur axı. Elə başa düşdüyüm kimi də yazıb getmişəm. Amma Agile nə deyir? Deyir, birinci müştəriyə ip ver, iterasiya 1. Sonra təkər qoy ona ver, yəni sadədən başla.
Sonra belə bir şey ver, taxta ver, sonra divan qoy ver və ən axırda görürsüz qiymət də var burada. Belə bir yelləncək ver ona. Deliverin bu olsun. Sən iterasiyalarla müştərinin tam yelləncək qoy. Bu iş. Yəni əgərlə eləmək. Yəni tam axırda başqa bir şey göstərir, məsəl üçün 4-cüdə, amma sonuçda verdiyi istədiyidir. Yes. Çünki o hər an onunla əlaqədədir, istəyini alıb düzəldə bilir. Yəni ona uzun vaxt sərf eləmir də, kiçik-kiçik. Məsələn, görürsüz birinci təkər qoydu, sonra pilləkən qoydu da. Tam ipi verib hələ ki. Birinci bilir ki, ipi qoymalıyam. İpi qoyub göstərirəm ki, bax burada ip var. Səncə burada nə olsun? Deyirəm təkər olsa mənim işimi görər məsəl üçün. Təkəri verdim. Gəlirəm bundan soruşuram. Səncə indi təkmilləşməliyəm də. İp var, bazası var. Skeleti qurub, əsas o skeleti qurub. Pilləkəni də verə bilər, o divanda qoya bilər. Axırda görürsüz yelləncəyi düzəldir. Amma bunu götürsəydi çox vaxt itirəcəkdi və müştəri deyəcək ki, mən bunu istəmirəm. Fail çox olur, yəni belə waterfallda. Sonda görürük ki, klassik metodla təhvil verilən mobil tətbiq tutalım ki, agile metodla verilən tamam fərqli olur. Klassik metodda bu səbəbdən çox funksiyalallıqlar yararsız olur. Hər şeyi qoyur, düzür ora. Heç bəlkə onu klikləməyəcək müştəri. Amma Google Analytics görürsünüz necə ağıllıdır. O düymələri qoyur, sonda ölçür ki, falan düymədən nə qədər istifadə edir. Bəlkə o düymənin lazımsızlığı klikləmir. Mən onu boş-boş orada tutum. Niyə? Həm vaxt sərf eləyim, həm o kostu, həm görünüş. Agile müştəri klient bütün proseslərə cəlb olunur və komandanın bir hissəsi olur. Müştərinin tez əlaqədə oluruq biz. Agile məhsul minimum istifadə edilə bilən tələblər istifadəyə hazır olur. Bizdə baxır da bir proyekti götürdük. Dəyişir ona görə. Və mən o proyektin deadline-ını verəndən sonra gəlir özündə kiçik hissələrə bölür. Yəni müştərinin ona xəbəri olmur da sprintdir, backlogdur. O da çox da keyir eləmir onu ki, mənim nəyimə lazımdır, mənim istədiyim şeyi ver. İstəyirsən 2 həftəyə ver, istəyirsən 3 həftəyə, nə qədər bacardığın qədər tez ver. PO-dan asılı bir şeydir. Onun performansını göstərən bir şeydir. Və bu bayaq dediyim bu IP və Kaçeli məsələsi MVP adlanır. Yəni minimum viable product. Minimum nə ilə adama verə bilirsənsə istifadəyə bir şey, onu ver hələlik. Sonra mürəkkəbləşdirərsən, sonra üstünə qoyarsan, nə bilim, nakleyka yapışdırarsan, bəzək düzəyini vurarsan. Tez bazara çıxış, fast time to market. Yəni bu terminlər biznesin terminləridir. Bunlar tez eşidəcəksiniz və bilməlisiniz ki, bu terminlər nəyə deyilir. Fast time to market eşidəcəksiniz. Bazara çıxış, rəqabət. Məhsulu tez təqdim edirsən, istifadəçilərdən geri bildirim alırsan. Bu odur. İstifadəçi geri bildirimi, user feedback. Görürsünüz, adi trend yoldan da nəsə alanda bizim feedbackimizə uyğun məhsulun taleyi həll olur. Mən orada 4.5-dən aşağı nəsə gördüm, almıram. Yəni feedback çox önəmlidir. İlk versiya real istifadəçi ilə test olunur. Yəni o özünü önəmli sayır müştəriyə də yaxşı bir şeydir ki, mənə gətirdilər, göstərdilər bunu, mənim fikrimi aldılar burada. O ağzına gələni deyə də bilər, o da bizə qalıb ki, onu ölçək, biçək ki, bu nə danışır burada. Yəni bizdə də mənim təcrübəmdə də çox olur ki, çox belə utopik şeylər istəyirlər. Hə, burada bu da olsun, o da olsun, o da olsun. O bilmir axı arxada onun necə mürəkkəbdir, mənim necə analiz, əziyyətdir o. Hə, onu biraz belə yola verirsən ki, hə, olacaq gözlə, eləyib gətirəcəm. Yəni hər dediyini də qeyb eləməyin, yəni bu da yanlışdır. Gəlin komanda ilə ölçün, biçin. Axırda sizin dediyiniz olacaq onsuz da. Həm o həpp olacaq hardasa, həm də yəni bizim dediyimiz olacaq. Riskin azaldılması, risk reduction. Böyük investisiyanı bir dəfəlik qoymur, kiçik addımlarla yoxlayırsan, əgər məhsul uğursuz olarsa itkilərin minimal olur. Yəni sən 5 manat qoyursan, hələ yoxlayırsan. Adi Shopify var, qoyub nəyisə ucuz alıb baha satmaq. Orada da minimal başlayırsan, 100 mindən, 200 mindən birdən-birə girişmirsən də. Sən bilmirsən axı çıxartdığın məhsul hələ uğurlu olacaqmı bazarda? Yəni, yes. Onun üçün də kiçik-kiçik büdcə qoyursan, kiçik dəyişikliklərsən, öyrənirsən. Məhsul ki, mən necə tutuzdurum, necə partladım, necə, yəni orada 1 milyona qədər satış eləyən var, adamlar tanıyıram, 500 min, 1 milyon, yəni bu rəqəmlərlə işləyirlər də. Yəni onlar da kiçik-kiçik başlayıb partladıblar, sonra öyrəniblər məhsulu. Yəni biz də ona görə öyrənməliyik müştərini ki, bunu necə istifadə eləyir. Məsələn, sirab, təzə qazlı sular çıxartdı, balaca. Birinci almalısını çıxartdı, sonra limonunu yavaş-yavaş. Yəni sirab birdən-birə qazlı su
işinə girməyib də, yavaş-yavaş nəyisə çıxardıb, yavaş-yavaş tokasının formasını dəyişdi. Niyə user feedback ala ki, hə bunu tutmaq rahatdır, belə bu məsələn bu mənə özümü bahalı hiss elətdirir. Müştəri ilə, yəni biz də stakeholderın, yəni skip eləyə bilmərik də. Yəni həmişə bunu yadınızda saxlayın. Nəyi elədisə, stakeholdera göstərin ki, bax mən burdayam ha. Düzdür, yenə deyirəm, onlar çox belə qəribə adamlar ola bilər. Mən o cür qəribə adamlarla işləmişəm ki, köhnə fikirli adamlarda tutan adam, nə bilim, Kənd Təsərrüfatı Nazirliyidir, ya da prokuraturada işləyir, hüquqla işləyir də. O nə bilir, nədir? O yazıq bildiyi ancaq sənət işlərdir. Ona da qəribə gəlir. Mən məsələn nəsə çıxardıb verirəm, onu göstərirəm, ona bilir, eləmisiniz də, nəsə eləmisiniz də. Yəni belə şeylər olur. Amma o sizi yıldırmasın da. Olacaq bu. Amma yenə də onun fikrini alın. Səhər deməsin ki, mənə heç kim heç nə göstərməyib ki. Yəni kiçik bir şey də eləsəz ona göstərin, təqdimat eləyin ki, mən bunu elədim. Sən nə düşünürsən? O nə qədər happy olsa, sizin müdiriyyət də happy olacaq. Biz ondan asılıyıq. Resursların səmərəli istifadəsi, efficient resource use, lazımsız funksiyalara vaxt və pul sərf eləmə. Yalnız əsas funksiyaları inkişaf elətdir. Yəni yenə dediyim, əsas nədir? Əsasa odaqlanmaq lazımdır. O promokoddur. Gəlib deyəcəklər, bezdirəcəklər sizi. PO elə olur. PO düşünür ki, nə qədər tez qabağa gedə bilərəm, gəlib beyninizi yiyəcək. Hə, bunu da eləyək, bunu da eləyək, bunu da dayan, hələ bunu eləyim, onun sonraki backloga yaz, götürüb analiz eləyəcəm mən onu. Və belə onu tormoz elətdirməyə bacarın ona. Belə deyim, prioritetləşmə, future prioritization. Bu da vacibdir. Siz mənə task gələndə mən şəxsən bilmirəm ki, hansı prioritetdir. Mənə görə falan şey prioritetdir. Sən backlogun yiyəsi, sən deməlisən mənə ki, IPO nədir prioritet sənin üçün? Nə birinci çıxmalıdır? Belə baxırsan, hamısı əsas vacib şeylərdir. Amma o prioritetləşməni bölə bilməsəz orada sizin də yorulacaqsınız, çox yorulacaqsınız, fokusunuz itəcək. Bizim rolumuz komandada o qədər vacibdir. Hətta deyərdim ki, developmentdən də vacibdir. Çünki developer kimdir ki, belə baxanda da, yəni mənim sənədimlə işləyir, mənim sənədim olmaz, o işləyə bilməz. Heç vaxt. O da səhər mənim yaxınımdan yapışacaq ki, falan kəs sənədi səhv yazıb, ona görə mən də səhv eləmişəm. Yəni, onlar da səhv heç vaxt tutmayacaqlar, gəlib bizdən tutacaqlar səhvi. Ona görə ideal və düzgün yazılmalıdır requirementlər və prioritetləşməyə əsasən. Backlog dedik nədir? Biznes dəyəri yaradan bütün işlərin epic, future, user story, task, prioritetlər siyahısıdır backlog. Task isə user story və requirement'in texniki və funksional icrası üçün daha kiçik icra vahididir. Biznes analistinin rolu burada nədir? Backlogun biznes məqsədlərinə uyğun saxlanılması. Biz tez-tez onu yoxlamalıyıq ki, yəni orada hər istədiyi şeyi yaza bilməz də. Çünki niyə? Okey, ondadır backlog. Amma mən prosesi bilirəm, axı o qədər texniki detalını bilmir. Mən bilirəm ki, bundan sonra bunu eləməliyik. Gedib onu tez-tez yoxlamalıyıq ki, sən birincidən üçüncü addım atlanmısan, burada ikinci qaldı. Onu mən deməliyəm ona, bu mənim vəzifəmdir. Itemların prioritetləşdirməsinə dəstək, o prioriteti verir, okey. Amma yenə deyirəm, o texniki yeri bilmir deyə mən ona gedib deməliyəm ki, bax, prioriteti vermirsən, amma bunu da eləmək lazımdır burada. Sən keçmirsən o bir addıma, ya da bunu da yaz ora. Yəni, onu biz deməliyik. Tələblərin aydın, icra edilə bilən formaya salınması, o yazacaq acceptance kriteriya. Amma ki, o funksional tələblər var, burada 5 düymə olsun, 3 düymə olsun, 2 düymə olsun, bu belə olsun, yol olsun, onu mən ona deməliyəm, sənədimi göstərməliyəm ki, bax, bunun əsasında yaz. Sonra stakeholderin gözləntiləri ilə icra imkanı arasında balansın qorunması. Bu bayaq dediyimiz məsələdir. Stakeholder çox utopik bir şey də gözləyə bilər. Amma mənim sistemim, hər sistem bilirsiniz də, hər yerdə ideal işləmir, donmalar olur. Çünki yaxşı şey baha qiymətədir. Bizim millətdə birisi də ucuzda qaçır. Bizdə onun bizə verdiyi, sunduğu imkanları onlara çatdırmalıyıq ki, mən bura qədər, mənim sistemim bunu bacarır da. Gərək arxitektorlar otursun, bahalı sistem alsın ki, mən də yaxşı şey ortaya çıxardım. Burada mənlik bir şey yoxdur. Yəni, balansı qorumalıyıq. Yəni, onlar bizdən elə görüşər, elə bilər ki, bunu eləyəcəm, digər istəyin, hə, biz də yazarıq. Amma onu demək lazımdır ki, bizim sistem bunu sənə təmin eləməyəcək də, bura qədər razılaşaq. User storylərin biznes məqsədinə uyğunluğunu təmin etmək, acceptance kriteriyanın formalaşmasına dəstək vermək. Hər şeyin məsuliyyəti ondadır. Sadəcə biz dəstək veririk ki, bax, bu məhsulu mən analiz eləmişəm, bu şeylər var. Yəni, onu PO-ya biz dəstək veririk. User storylərin test edilə və ölçülə bilən olmasını təmin etmək. User story yazılanda elə sözlər yazılmalıdır ki, dəqiq
cümlə olmalıdır da orada. Yəni belə başa düşülməyən şey olmalı deyil. Yəni bunun çox tez-tez rast gəlirik ki, orada başa düşülməyən cümlələr yazırlar, biz onu test eləyə bilmirik. Xəta mesajı dəqiq yazılmalıdır ki, xəta çıxmalıdırmı, çıxmamalıdır. Bəlkə xəta çıxmamalıdır. Və belə. CBAP baxışı ilə biz nə görürük? Backlog idarə etməsi planlama aləti deyil, dəyərin idarə olunması vasitəsidir. Yəni buna dəyəri idarə etmək üçün biz baxırıq. Belə. Bugünlük. Başqa sualınız var? Nəsə. Biz indi gələn dərs dayandırım.